Kista ilə xərçəngin əsas fərqi ondan ibarətdir ki, kista xoşxassəli xəstəlikdir. Süd vəzdə baş verən xoşxassəli dəyişkənliklər nəticəsində kistalar yarana bilər. Və kista ilə xərçəngin quruluşu, forması arasında fərqi necə bilmək olar? Kistalar hərəkətli olurlar, elastik olurlar. Əlimizlə müayinə etdiyimiz zaman kənarları düzgün konturlu olur. Sanki əlinizin altında bir şar hərəkət edir. Bu cür hiss olacaqdır və əlinizlə bir qədər təzyiq etdikdə həmin şarın içəriyə doğru batdığını hiss edəcəksiniz. Ancaq xərçəng şişində isə vəziyyət fərqlidir. Süd vəzi xərçənginin əlaməti onun kənarlarının kələ-kötür olması, əllənən zaman çox bərk olması, hərəkətsiz olması və yaxud da çox az hərəkət etməsindən ibarətdir. Kista ilə xərçəng arasında fərqi təbii ki, həkim müəyyən etməlidir. Həmin törəmənin kistaya və xərçəng olması o həm özü əllə müayinə edir, sonra isə əlavə müayinələr təyin edərək müəyyənləşdirir. Kistaların müalicə üsulu fərqlidir, xərçəngin də müalicə üsulu fərqlidir. Ona görə də təbii ki, müəyyən etmək lazımdır ki, problem nədir və ona uyğun da müalicə üsulu seçilməlidir.